Xoş gördük əziz dinləyicilər. Mən istəyirəm bu dəfə Azərbaycan xalqının tarixində qara ləkə kimi qalmış 4 iyun hadisəsindən danışım. 4 iyun hadisəsi Gəncə qiyamı, yəni Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin, yəni Əbülfəz Elçibəyin hakimiyyətinə qarşı Sürət Hüseynovun etdiyi qiyamdır. Və bu qiyam nəticəsində bilirsiniz ki, nəticə etibarilə Elçibəy hökuməti Naxçıvana gedir, Kələki kəndinə gedir və Azərbaycan Xalq Cəbhəsi, yəni Azərbaycan xalqının 52% səs verdiyi Elçibəy hakimiyyətdən getmiş oldu. Açığı bununla bağlı bilirsiniz ki, cəmiyyətdə kifayət qədər fikirlər var. Bəli, Allah Sürət Hüseynova lənət eləsin. Sürət Hüseynov günahkardır. Bununla işim yoxdur. Amma biz siyasətdən danışdıqda gərək həqiqəti danışaq. Bu günləri kifayət qədər Elçibəy tərəfdarları var və mən də Elçibəyin bir məzlum olduğunu, Elçibəyin Azərbaycan xalqına sevgisi olduğunu, təmənnasız sevdiyinə zərrə qədər şübhəm yoxdur. Amma mən o şəxsdə deyiləm ki, hansısa stereotiplərdən qorxub kimisə tənqid etməyim. Əbülfəz Elçibəy mərhumdur, Allah rəhmət eləsin. Amma Əbülfəz Elçibəy yolunu gedirəm demək, Əbülfəz Elçibəyin yolundayıq demək bir siyasətçi üçün şəxsən mən özümə yaraşdırmıram. Niyə görə? Çünki Əbülfəz Elçibəy bir siyasətçi deyil. Əbülfəz Elçibəyin atdığı addımlar heç biri siyasi əndazəyə sığan bir məsələ deyildi. Əbülfəz Elçibəyin buraxdığı səhvlər kifayət qədərdir. Əlbəttə, mən onun müsbət tərəflərindən danışmaq istəmirəm. Amma o Məhəmməd Əmin Rəsulzadə kimi gəlib Milli Şuranın rəhbəri olmadı və bilməyə Azərbaycan xalqının bu ağır vəziyyətində gəldi Azərbaycanın prezidenti oldu və bununla da Azərbaycan xalqının mən deyərdim ki, illərlə ağır bir vəziyyətə saldı. Azərbaycan xalqının milli qürurunu, həqiqətən o içində olan könüllü milli qüruru, vətənpərvərlik, demokratiyaya sevgisi, insan haqqından olan sevgisini məhv etdi, qəlbində öldürdü. Onun dövlətin normal idarə edilməsinə inamını sarsıtdı. Bu ölkənin düzələ biləcəyi arzusunu gözündə qoydu. Əbülfəz Elçibəy hakimiyyəti. Buna görə də mən Əbülfəz Elçibəy hakimiyyətini bir siyasi hakimiyyət hesab eləmirəm. Əbülfəz Elçibəy hakimiyyətini şəxsiyyətinə hörmətim olsa da onu mən siyasətçi hesab etmirəm. Və heç vaxt Əbülfəz Elçibəyin yolundayam kəlməsini bir siyasətçiyə yaraşdırmıram. Çünki Əbülfəz Elçibəyin yolu bir siyasi yol deyil. O yol deyil, o nə yoldur ki? Sən istər kadr islahatları olsun, sıfırdır, istər ordu quruculuğu olsun, sıfır vəziyyətindədir və istərsə də Əbülfəz Elçibəyin Sürət Hüseynov qiyamında uğursuzluq göstərməsi, orada olan separatçıların qarşısını ala bilməməsi, mən Azərbaycan xalqının əlimi qalına batırmaq istəmirəm ifadələri çox bəsit və heç bir siyasətçiyə yaraşmayan sözlərdir. Onlar separatçıdırlar, onlar qiyamçıdırlar, onlar vətən xainidirlər. Sənə 52% səs veriblər, sən Azərbaycan xalqını tullayıb çıxıb gedə bilməzsən, hansısa bir qrup separatçıya görə, hansısa bir qrup qiyamçıya görə Azərbaycanın o ağır günündə Kəlbəcər boyda bir rayonu tullayıb qaçan bir ordunu heç cürə bağışlamaq olmazdı. Orada Azərbaycanlı yoxdur, orada qiyamçı vardı, orada separatçı vardı, orada ünsür vardı, orada düşmən vardı. O düşməni qanında boğmaq lazımdır, o düşməni məhv etmək lazımdır, o düşmənin nəslinin kökünü qazmaq lazımdır. Nəinki orada Azərbaycanın, mən Azərbaycan xalqını qanına əlin batırmaq istəmirəm ifadəsi tamamilə yanlışdır. Mən də istədim ki, bu 4 iyun hadisəsinə qiymət verim. Bəli, Allah Sürət Hüseynova lənət eləsin. Sürət Hüseynova Azərbaycan xalqının tarixində mənfi şəxsiyyətdir. Amma bu heç də Əbülfəz Elçibəy hakimiyyətini necə deyərlər, bağışlanmasına, bəraətinə imkan yaratmır. Onun apardığı siyasət tamamilə yanlış olub. Onun hər bir siyasəti yanlış idi. Onun hər hansı bir uğurlu atdığı addımlar önəmsənə bilər, təriflənə bilər. Amma əsas məsələ o addımlar deyildi. Əsas məsələ dövləti saxlamaq idi. Dövlətin yarısını da verib
əsas vəziyyəti, əsas dövləti saxlamaq, necə ki Rəsulzadə lazım gəldikdə Yerevana güzəştə getdi ki, Bakını, Azərbaycanı azad eləsin. O Azərbaycanı azad etməsədi, bugün Azərbaycan bir respublika kimi nə Sovetlərin tərkibinə daxil olardı, nə də bu günləri bir dövlətə çevrilə bilərdi. Baxın, budur böyük siyasi düha. Yoxsa riyaziyyat müəllimini gətirib müdafiə naziri qoymaq, hər hansı bir talpuçkada işləyəni gətirib baş nazir qoymaq, siyasi iradəsi olmayan insanları gətirib hakimiyyət vermək, heç bir səriştəsi olmayan insanları yun fabrikində işləyən, nə bilim, briqada komandiri vermək, bu əlbəttə səriştəsizlikdir. Ona görə də Elçibəy hakimiyyətini siyasi baxımdan əlbəttə ki, qəti surətdə bir siyasətçi kimi onu tərifləmək, onun tərəfini saxlamaq, Elçibəy yolu gedirik demək kökündən yanlışdır. Bu siyasətçi kimliyi daşıyan bir insanın mən fikirləşirəm ki, siyasi yoluna ən böyük, ən ağır zərbədir. Əlbəttə, mən bir Rəsulzadə yolunu getməkdə özümü layiq bilirəm və bununla fəxr edirəm. Bəli, Rəsulzadə böyük şəxsiyyətidir və Rəsulzadənin siyasi yolu həqiqətən də Azərbaycan xalqının xoşbəxtliyi və əsl siyasi dühanın yolunu getməkdir. Bu yolu özünə məktəb hesab eləyənin uğur qazanmaq şansı var. Özünə Əbülfəz Elçibəyin siyasi yolunu özünə yol qərar vermək, mən düşünürəm ki, kökündən yanlışdır. Bir lider ola bilər, bir mənəvi lider ola bilər. Əlbəttə ki, onu xatırlamaq olar, amma onun siyasi yolunu tamamilə səhv hesab edirəm. Necə deyirlər, Azərbaycanın ağır vəziyyətində gedib özünə Rusiyanı düşmən etmək, İranı düşmən etmək, Türkiyəni düşmən etmək, heç kəsi tanımadan mənasız duyğularla hərəkət etmək o dövr üçün Azərbaycan siyasətinə tamamilə uğursuzluq gətirdi və Azərbaycan xalqının faciəsini yarattı. Və mən düşünürəm ki, bugünə qədər 35 ildir yaşanan faciələrimizin ən böyük baiskarlarından birini də Əbülfəz Elçibəyi əlbəttə ki, bilirəm. Sizin də fikirləriniz maraqlıdır. Sizdən xahiş edirəm, yazın, diskussiya eləyək. Əlbəttə ki, biz Azərbaycanlıyıq, təfəkkür etmək, danışmaq, diskussiya etmək həmişə xeyirlidir. Təşəkkür edirəm diqqətinizə görə.